Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün artıq evə gəldim. 40 gün idi ki, mama gildəydim. Mama mənə su ilə kömək eləyirdi ona görə. Deməli, evi yığışdıracağam. Mənim planlarımı demək istəyirəm sizə. Evi yığışdıracağam. Dırnaqlarımı eləyəcəm. Bilmirəm, bugün çataram dırnaqlarımı eləməyə. Amma ki, belə yığışdırmalıyam. Çünki biz ara sıra gəlirdik evə və dağınıqdı ev prosto. Yəni, nəyi harada götürürdüksə orada qoyurduq. Elə tərgiyib gəlirdik evə mama ilə. Yəni yığışdıracağam, səliqəyə salacağam, yerləri plisoslayıb siləcəm, tozları alacağım. Yəni belə. Hardasa yarım saat olar ki, gəlmişik evə və indi başlayasıyam yığışdırmağa. Deməli, belə çox dağınıqdır və burada da yerləşdirəsi leşlər var, hansı ki, onları da yerləşdirməliyəm. Çay dəmləyəcəm. Mənim kuxnamda bir neçə qabların yeri dəyişilibdir. Çünki biz xəstəxanadan sonra Kəmal gəlmişdik bura, tort falan yemişdik. Gəlirəm. Qalmışdım. Biz xəstəxanadan sonra gəldik evə. Burada çay, tort falan içdik. Ona görə biraz yerləri dəyişdiriblər. Mənim də işlərim olduğu üçün mən özüm edə bilmirdim. Bunları uca sabah mən yerləşdirərəm. Yəqin bugün onsuz da ki, hər şeyi yerləşdirməyə çatmayacağım. Genel magazinə də getməliyik. Produkt alma. Başqa nə etməliyəm? Buraları heç olmazsa biraz səliqəyə salmaq istəyirəm. Baldızım gəlmişdi, yəni su ilə baxan arada biz də getdik magazinə, marketə alış-veriş etdik. İndi onları yerləşdirəcəm. Bu otağı biraz da olsa boşaltdıq, amma ki, okey, boşaltdıq, amma hər şeyi bura tökdük. Pis gündədir. Bir dəqiqə göstərəcəm. Sabah buranı uca göstərəcəm, çünki bugün çatmayacağım. Bəlkə də biraz belə. Bəlkə də biraz bugün yığışdıraram. Çatsam. Amma ki, baldızım söz veribdi ki, sabah gəlib o da kömək eləyəsidir mənə. Bir də bunu heç tökmək istəmirəm. Bunu göstərəcəm indi. O qədər bəyənirəm ki, belə hələkilik istəyirəm ki, qalsın. Heç pıslamayıbdır. 40 gün biz yox uyduq. Yəni, belə. Bu matras lazım olmayacaq. Bunu yığışdıracağım. Kalyaska heç çıxartmamışam. Mama gildə çünki başqa kalyaska var idi. Mən onu istifadə edirdim. Yəni belədir. Burada belə köçür bura. Paltarları yəqin hələ yerləşdirməyəcəm. Amma ki, bu uca xırda şeyləri yerləşdirməyə çalışacağım. İstəyirəm airfryerdən kartoşka fileni yoxlayım. Bunu aldıq biz, dondurulmuş. Yıkayacağım. Çox mu oldu? Şişəsi qədər tökürəm. Duzlayacağım. Duzlayacağım mı? Bilmirəm duzlamalıyam mı? Mən tomadan belə bir yağ üçün almışım, amma bu işləmir məndə. Bunu dik tutmaq lazımdır ki, işləsin. Baxın, heç işləmir, axır buradan yağ, neysə. Aha. Конечно, videoyu çəkirəm, ona görə işləməlidir. Neysə, qarışdıracağım biraz, qoyacağım. Baxaq necə olur, göstərəcəm sizə də.
Yeni gündən hər kəsə salam. Uca saat 3-dür, yəni mənim günüm hələ təzə başlayacaq olar. Amma ki saat 10-dan oyağam. Amma hələ heç nə eləməmişəm. Deməli, Murad gedib götürübdü mənim pasilkamı. Temudan gəlibdi, sifarişlərim. İndi göstərəcəm onu. Bir də ki, baxın bu ev. Bunu da Temudan almışdım. Çok şirindi ama. Onu bəyəndim. O lord üçün də sadəcə hələkilik lordu götürməmişik. İstəyirəm evi yığışdırım, sərgiyə salım. Sonra lordu götürərəm. Birlər pasilkadır. Gəl açaq baxaq nə var. Bu da çox sifarişlər mənim deyil. Ona görə çoxunu göstərməyəcəm. Bunu formatlayacağım. Belə 72 ədəd tualet təmizləyən sifariş eləmişəm. Yəni çox əla bir şeydir. Adına razıdır. Ruçkası da var. Mən almışdım keçən sifarişdə və bunun şeylərini sifariş elədim çünki çox bəyəndim. Məsləhət görürəm. Saatım gəlib. Mən qara mı sifariş eləmişdim? Ay yox, belə. Baxın. Çox gözəldir. Prosta bu necə işləyir görəsən. Ya batareyka ilə işləyir. Balaca deyəsən batareyka ilə. Ya da ki şnurdan. Bunu da videoya paylaşaram necə işləyir deyə. Bunu da çıxartmaq lazım. Bəli. Bu sədə çıxara bilmədim. Nəysə. Sonra baxaram. Yenə sifariş elədim bir ədəd paduşka üzlüyü. Amma ki mən birinci elə bilmişdim ki bu paduşka özüdür. Amma ki üzüymüş. Mən bunun içine sintiponla doldurdum və üstündə yatıram. Çox rahatdır. Əslində bu yedirmək üçün paduşkadır. Mən də sizə göstərəcəm onun tam halı. Özü budur. Belə. Bunu isə mən sifariş elədim qardaşıma. Çünki o da bəyəndi, istədi. Və bunun içində dolduracağım, verəcəm ona. Belə. Sonra burada maşın üçün bir neçə məhsullar var. Bu kleydir deyəsən. Yoxsa nəsə bilmirəm. Bu nədir? Bu mama üçün adaptör almışam. Hansı ki yanır. İşıqlıdır. Mən bunu da göstərəcəm. Çox maraqlı bir şeydir. Yəni əslində bunu da indi paylaşacağım. Yəni bu videoda necə yanır deyə. USB ilə işləyir bu. Bu nədir? Bu yoldaşımı almışam. Muradan. Prosta bu duran yerdə bilmək nasıl şeylər istəyir. Mən də savaş zakaz edirəm ona. Deməli bu nədir? Bu üz qırxandır belə. Taxtam. Bu. Sonra burada onun şeyi də olmalıdır. Şotkası. Yox, bu niyə açıqdır? Bu biraz açıq gəldi, amma belə bağlıdır. Bu da maşın üçün nəsə tozdur. Bu maşın üçün. Bu da maşın üçün eyni tozdandır. Söl üçün papaq sifariş eləmişəm. Çünki bütün papaqlar ona böyükdür. Bu da inşallah gələr. Yox, bu ona böyük olacaq elə bil. Yoxsa bilmirəm ya. Yox, böyük olacaq bu məncə ona. Belə bir papaqdır. Bu da mənə gələr. Belə. Amma ki maraqlı, yaxşı buraların falan da isti saxlayan bir papaqdır. Biraz balaca olsaydı yaxşı olardı. Budur. Şotkası falan. Bilmirəm, materialı nə olmalıdır bu şotkanın. Bir də ki belə qabı var belə. Yəni belə bir şeydir. Sonra sipariş elədim şar. Love yazısı olan şardır. Bunda fotosesiya üçün almışam. Suel üçün belə bir nə deyirlər ona abadoklar. Bir də belə. Materialına baxacağım. Amma ki materialı yəni parça deyil elə bir. Nazik belə materialı var. Kalqotka materialı var elə bil ki. Amma bu da böyükdür. Mənə elə gəldi ki böyük gələcək ona. Nəysə belə.
Sonra belə bir tapıtka var. Sipariş eləmişik. Belə. Amma ki materialı mənasızdır. Çünki su keçirir. Bir də Muradan siparişi var. Budur belə. Bunu açacağım. Yəni o qədər də siparişim yoxmuş mənim çox. Belə. Bunu da şəklini paylaşacağım. İndi öz açısını istəyirəm. Öz açısın. Belə, yəni siparişlərim bu qədər idi. İndi də gedib oran səliqəyə salmalıyım. Heç inansız girmək istəmirəm otağa. Nəysə. Belə. Salam. Bugün 3-cü gündür. Dünən heç bir şey çəkə bilmədim. Biz əslində yığışdırdıq bir otağı. Mənim baldızım gəldi elçisi ilə. Yəni mənə kömək elədilər. Hər şeyimi tulladılar. Mən tamadan sifariş elədik şeylərimi. Yəni ki, lazım olmayan, işlətmədiyim boş-boş korobkalar hansı ki mən saxlayırdım. Amma yaxşı ki, yəni tulladıq. İndi təptəmizdir, yəni buralar. Birdəki paltarlarım, giyinmədiklərimi verdik. Sadəcə, yəni giyinlərim deyəndə ki, çox yaxşı, çox keyfiyyətli giyimlər idi. Sadəcə çox yorğunam. Sadəcə heç nə ilə kombinləyə bilmirdim. Ona görə verdik belə. Yəni indi belə görünür. Buraları da səliqəyə saldıq belə. Biraz çox da səliqəli görsənməsə də, amma çox şeyi, yəni ki, yığışdırdıq, tulladıq. Yaxşı kurtkalarım falan, sumkalarım falan, hansı ki taxmıram, giyinmirəm. Yəni onları da verdim. Belə. İndi qalıbdı bir otaq, yəni indi yığışdırdığım. Baldızım yenə gəlmişdi, sadəcə tez gedəsi oldu. Yəni buranı mən yığışdıracağım indi özüm. Suelin şkafını. Sabah ya biri gün də vaxt olsa, kuxnanı razbor eləyəsik. Lazım olmayan çox şeydə tullayasıyam. Yəni istifadə etmədiklərimi. İndi istəyirəm sizə də göstərim nəsə eləyirəmsə. Suel bütün gecəni yatmayıbdı. Mən də bugün çox yorğunam, başım da ağrıyır. Amma ki, belə də qoya bilmərəm. İstəyirəm yığışdırım, rahat olum. Dördüncü gündür deyəsən ki, mən bu videonu çəkirəm. Artıq biz bitirdik. Yəni bütün şkafları təmizlədik. Amma təkcə şkafların içlərini, komodların içlərini, yəni ki, belə tam uborkam olmayıbdı. Onu da sonra eləyəcəm özüm. Baldızım gəldi, mənə çox kömək elədi. Yəni lazım olmayan şeyləri, yəni biz yığışdırdıq. Çox bəyəndim. Suelin şkafını da təmizlədik. İndi isə mən dırnaqlarımı eləmək istəyirəm. Deməli, dırnaq məhsullarım mənim buradadır. Belə. Baxın. Belə. Suelinkini də göstərəcəm. Buradadır. Bu yer vəbşə doluydu məndə. Yəni yerləşmirdi. Azaltdıq əməlli. Belə. Bir də ki, Suelin şkafını göstərmək istəyirəm. Suel yatıbdı. İndi Suelin də burada deməli belə. Burada da şkafı. Belə. Deməli, sizə göstərmək istəyirəm ki, nə edəcəm mən indi. Dırnaqlarım çox pis vəziyyətdədir. Həqiqətən, mən sizə onu yaxından da göstərəcəm. Bura sınıbdır. Dünən sındırmışam mən bunu. Amma yəni ki, mən bugün eləyirəm. Çünki biraz da qalsam, mən onu qoparacam. O şey pis olacaq. Amma yukarı gedə bilmirəm. Çünki vaxtım yoxdur. Suelə görə yəni gedə bilmirəm. Onu kimləsə qoya da bilmirəm. Ona görə də indi özüm eləyəcəm. Yəni necə olursa olsun eləyəcəm. Pis olsa bir çarə ilə gedəcəm maniküra. Yəni çarəsiz. Belə. Deməli aparatım var. Lampam var.
Bir də ki, mən sizə nə demək istəyirəm? Mən Temu'dan almışam məhsulları yoxlamaqdan ötürü. Başqa məhsullarım var, hansı ki, mən həmişə istifadə eləyirdim. Sadəcə bu dəfə Temu'dakini istifadə eləmək istəyirəm. Bir də ki, burada mən gel almışam, hansı ki, özümə heç vaxt gel eləməmişəm. Yəni onu yoxlamaq istəyirəm daha çox, belə deyim. Həmişə maraqlı gəlib ki, mən gel qoya biləcəmmi? O da çox balaca belə geldi. Bunu yoxlayacağım. Uca gel qoya bilməsəm şalak edəcəm. Şalak da elə bilərəm. Normal, yəni alınır məndə. Belə yəni. Gəlin başlayayım. Baxın, hal-hazırda manikür elədim. Çox təmiz, ideal olmasa da biraz təmizlədim. Qısaltdım dırnaqları. Forma güyə verdim, amma o qədər də olmadı. Neysə, belə. Kalkışırsın ha? Bir daha asla. Duyuyor musun beni? Asla ben söylemeden bu kadar ileri gitmeyeceğim. Hayatımda birinci de gel sürtəcəm dırnağıma. Bilmirəm necə olasıdır. Fırça mənim nəsə xoşuma gəlmir, bəlkə deyil, amma yenə də neysə. Esma anneye mi üzüleceğim? Ben ne yapacağımı şaşırdım ya. Bilmirəm nə qədər götürmək lazım. Biraz heyecanlıyım. Ferit komiserin yanına gitti. Sorgu niye uzun sürdü diye sormaya. Necə qoyurlar bilmirəm ki. Şimdi şöyle bir şey var. Ayşen düşüp hastaneye kaldırıldığında o kadar da kötü değil. Deməli çox az qalıbdı. Bu əli bitirdim. Heç pis də qoymadım gelim. Yəni sol əlimə çox yaxşı qoydum, amma sol əllə sağ əlimə çox pis qoyuram. Yəni heç bəyənmirəm. Deməli burada qalıbdı. 2 barmağım bunlar. Bunları da eləyəcəm. Deməli mən topdan danışmaq istəyirəm. Top yox, bazadan. Baza çox suludur. Belə bu çox sulu bazadır. Yəni mən ona ürgəşməmişəm. Mən bunu işlədirdim. Unonun bu çox əla bazadır. Prosta ki istifadə elədim bunu çünki qalıcılığına baxmaq istəyirəm ona görə. Uca yoruldum. Artıq saat 5-dən başlayan indi saat 11-dir. Çünki uşaqla biraz çox çətindir. Deməli rəng olaraq da məndə 2 rəngim var. Onları da göstərəcəm. Bir də ki mən bütün prosesi çəkmək istəyirdim. Sadəcə diğer telefonumda yoxdur. Belə 2 rəng. Deməli birincisi budur. Bu çox qatıdır. Bilmirəm bu xarab mı olub, nə olub. Bunu sürtəndə biraz nito elə bir ki sürtülür. Deməli belə. Bir də ki belə. Bu daha gözəldir. Yəni bunu bəyənirəm. Maraqlı görsənir. Bunu yəqin edəcəm. Bilmirəm. Dırnaqlarıma sürtüb baxacağım. Top da məndə Temu'dan da o da. Neysə, belə sonucunu göstərəcəm yəni. Onu da bitirdim. Dırnaqlarım. Mən sizə göstərəcəm onu da yaxından necə oldu deyə. Sol əlimi bəyəndim, sağ əlimi bəyənmədim. Orada danışa da bilmirəm çünki çox yorğunam. Bu vlog mənim yorğunçuluğumun üstündə qurulan bir vlog oldu. Çünki həqiqətən bu günlərdə mən bu evə gələndən çox yorğunam. Belə, deməli İndi buraları yığışdıracağım. Sabah da biz Suel'in 40'ını keçirəsiyik inşallah. Onu da restoranda keçirəsiyik. İsə gedim biraz yatım çünki çox gecdi və çox yoruldum. Videonu bura kimi baxdığınız üçün çox sağ olun. Əgər videomu bəyəndinizsə like qoymağı və kanalıma abunə olmağı unutmayın. Gələn videoda görüşərik.